Salam, bu mövzumuzda analgetiklərlə bağlıdır. Başlayaq. Opioid, yəni narkotik analgetiklərin təsir mexanizmi onların orqanizmdə yerləşən opioid reseptorlarla qarşılıqlı təsirinə əsaslanır. Bu reseptorlar əsasən beyində, onurğa beyində və bəzi periferik toxumalarda yerləşir. Opioidlər bu reseptorları aktivləşdirərək ağrı siqnallarının ötürülməsini zəiflədir. Ağrının qavranmasını azaldır və bəzən sakitləşdirici təsir göstərir. Opioid sistemə təsir edən maddələr reseptorlarla münasibətinə görə 3 qrupa bölünür. Birinci, agonistlər, yəni reseptoru aktivləşdirənlər. Bunlar ən güclü ağrıkəsicilərdir. Təbii alkaloidlər, fenantirin törəmələri. Bunlara morfin, kodein, tebain daxildir. Benzodiazepinlərin törəmələri. Bunlara papiverin, noskapin daxildir. Yarım sintetiklər, hidromorfon, oksimorfon, heroin, sintetiklər, fentanil, sumfentanil, remifentanil, metadon, petidin və loperamid. Loperamid bağırsaqda yerləşən opioid reseptorlara təsir göstərərək ishalı aradan qaldırır. Bunlar tabletka, inyeksiya, plaster, sirop, kapsul, damcı və tablet şəklində olurlar. Növbəti ikinci agonist antagonistlər. Bunlar bir reseptoru aktivləşdirir, digərini isə bloklayır. Ona görə təsiri daha zəif və təhlükəsizdir. Bunlara pentazosin, nalbufin, buprenorfin, butarfanol və tramadol daxildir. Bunlar adətən orta şiddətli ağrılarda istifadə olunur və asılılıq riski daha aşağıdır. Üçüncü, antagonistlər, yəni bloklayanlar. Bunlar opioid reseptorları bloklayır və əks təsir göstərir. Naloxon, naltrekson aiddir. Qısa desək, agonistlər güclü ağrıkəsicidirlər. Agonist-antagonistlər balanslı təsir göstərirlər. Antagonistlər əks təsir, yəni bloklama təsir göstərirlər. Opioidlər çox effektlidir, amma düzgün istifadə olunmasa ciddi risklər yarada bilər. İndi isə gəlin narkotik olmayan qeyri-steroid analgetiklərdən danışaq. Yəni ağrı və iltihabı azaldan, amma narkotik olmayan dərmanlar. Gəlin qruplara ayıraq və nümunələrlə izah edək. Birinci, salisil turşusu törəmələridir. Buraya aspirin, natrium salisilat və metil salisilat daxildir. Aspirin həm ağrını azaldır, həm qızdırmanı salır, həm də qan durulmasına kömək edir. İkinci, para-aminofenol törəmələridir. Yəni anilin törəmələri. Əsas nümunəsi parasetamoldur. Digər adıyla asetaminofen. Ağrı və qızdırmanı azaldır, amma iltihaba demək olar ki, təsiri çox azdır. Biraz olan törəmələri isə güclü analgetiklərdir. Analgin, amidopirin, propifenazon və fenilbutazon bu qrupa daxildir. Bu dərmanlar həm ağrı kəsici, həm də qismən iltihab əleyhinə təsir göstərirlər. Dördüncü, fenilpropion turşusu törəmələri. Profenlər. İbuprofen, flubuprofen, naproxen, ketoprofen və digərləri. Orta güclü analgetik və iltihab əleyhinə təsir göstərirlər. Revmatoloji və ortopedik problemlərdə çox istifadə olunurlar. Beşinci, fenil sirkə turşusu törəmələridir. Diklofenak natrium, nabumeton. Güclü iltihab əleyhinədir, xüsusilə artrit zədələrdə istifadə olunurlar. Altıncı, indol sirkə turşusu törəmələri. Bura indometasin, ketorolak, tolmetin, xüsusilə ağrı və artrit üçün uyğundur. Ketorolak qısa müddətli güclü təsir göstərir. 7. Fenam turşusu törəmələridir. Mefenam turşusu, flufenam turşusu, yüngül və orta ağrılar, xüsusilə menstruasiya ağrısı üçün çox uyğundur. 8. Oksikamlar,
yəni piroxikam, tenoksikam, lornoksikam uzun müddətli iltihab əleyhinə təsir göstərir, revmatoloji xəstəliklərdə tətbiq olunurlar. 9-cu, bura selektiv və qeyri-selektiv təsir göstərənlər. Selekoksid mədə-bağırsaqda yan təsirləri azaldır. Nimesulit və meloxikam həm ağrı, həm iltihabı azaldır. Amma mədə üçün diqqətli olmaq lazımdır. 10-cu, müxtəlif kimyəvi qruplar və digər maddələrdir. Bunlara müxtəlif qruplardan olan dərmanlar apizatron, vidapin, viprosal və s. göstərmək olar. İltihab əleyhinə təsir göstərirlər. Digər effektli maddələr dimetil sulfoksid, yəni dimeksid daha çox lokal tətbiq olunur, toxumalara keçir və analgetik təsir göstərir. Beləliklə, bu dərmanlar ağrı, iltihab və qızdırmanı azaldır, amma hər birinin öz spesifik xüsusiyyətləri var. Seçim xəstənin vəziyyətinə görə dəyişir.